Nepalın Çinlə sərhəd bölgəsində yerləşən Rasuva rayonunda baş verən güclü daşqın nəticəsində Nepal və Çində ölənlərin ümumi sayı 168 nəfərə yüksəlib. Nepal hökumətinin açıqladığı son məlumatlara əsasən, ölkədə təbii fəlakət nəticəsində 165 nəfər həyatını itirib, 823 nəfər isə itkin düşüb. Xəsarət alan 73 nəfər xəstəxanalara yerləşdirilib. İtkinlər arasında 400-dən çox turistlə yanaşı, su elektrik stansiyasında çalışan əcnəbi vətəndaşların da olduğu bildirilir. Təbii fəlakətin təsirləri sərhədin Çin tərəfində də qeydə alınıb. Daşqın və palçıq axını nəticəsində Çində 3 nəfər ölüb, 558 nəfər itkin düşüb, 2 nəfər isə xilas edilib. Hazırda Nepal və Çində itkin düşən şəxslərin müəyyənləşdirilməsi və xilas edilməsi məqsədilə axtarış xilas etmə işləri davam etdirilir. Xatırladaq ki, hadisə Nepalın Rasuva rayonunda, Çin sərhədinə yaxın ərazidə çayda suyun səviyyəsinin qəfil yüksəlməsi ilə başlayıb. Güclü daşqın nəticəsində çayın yaxınlığında yerləşən yaşayış məntəqələri, Çin-Nepal sərhəd keçid məntəqəsi, tikintisi davam edən su elektrik stansiyası və yollar su altında qalıb. Hadisə ilə əlaqədar Nepalın baş naziri Balendra Şah hökumətin təcili iclasını çağırıb. Çinin sədri Si Jinping isə itkin düşənlərin axtarışlarının sürətləndirilməsi və fəlakətin nəticələrinin mümkün qədər qısa müddətdə aradan qaldırılması barədə göstəriş verib.